Türk Dili Ölkələr Əməkdaşlıq Şurası haqqında onların iki tərəfli və çox tərəfli münasibətləridir. İlk öncə onu qeyd edim ki, bir müstəqil, hüquqi, dünyəvi və demokratik Azərbaycan Respublikasının vətəndaşı olaraq bugün Türkiyə Cumhuriyyətində yaşamaq, Türkiyə Cumhuriyyətində başqa millətlərin yanında alnı açıq, üzü açıq, qürurla, şərəflə gəzmək, bundan böyük xoşbəxtlik yoxdur. Niyə xoşbəxtlik yoxdur? Bunu iki argument əsaslandırır. Birinci argumenti 2020-ci il 8 noyabrda edim və Şuşa azad olunanda cənab prezidentin çıxışını xaricilərlə birlikdə izləmişdim və bu mənim həyatımda bəlkə də o dönəmə qədər aldığım ən böyük hədiyyə idi. Niyə ən böyük hədiyyədir? Çünki mən gözümü açmışam Qarabağ, Şuşa, Xankəndi, Zəngilan, Laçın bu torpaqlar haqqında eşitmişəm. Və bu siyasətin sadəcə olaraq teoriyada və nəzəriyyədə olaraq deyil, eyni zamanda praktik